2015-ci il iyunun 18-i. Ağsunun Kəndoba kəndi. İsti yay günüdür. Bir də Ağsudan danışırıqsa, istini özünüz təsəvvür edin. Kənd sakini Ramiz Qarayevin qanı qaradır. Çünki onun ikinci oğlu bir neçə ay əvvəl qonşudan oğurluq elədiyinə görə həmin gün məhkəmə qərarı ilə həbs olunub. Bu hadisə Ramizə çox ağır təsir edir. O tez-tez qonşunun üzünə necə baxacam deyirmiş. Ramiz həmin gün səhər saatlarında işə gedir, günorta evə gəlib nahar edir və digər oğlu ilə birlikdə oğurluq edilmiş evin sahibi ilə görüşmək üçün evdən çıxır. Lakin bir daha geri qayıtmır. İyunun 19-u Ramizin qardaşı polis şöbəsinə gedərək onun itkin düşməsi ilə bağlı məlumat verir. 19 iyun 2015-ci il axşam saatlarında Ağsu polis şöbəsinin əməkdaşları Ramizin evinə gəlir. Ailə üzvlərindən sorğu-sual aparır və izahat alır, geri dönürlər. Bu hadisədən 18 gün keçir, Ramizi gördüm deyən olmur. Öncədən bir məqamı da qeyd edirəm ki, bu 18 günün 10 gün ərzində Ramiz elə yerdə idi ki, bunu axırda biləcəyi, əslində onu hamı görə bilərdi. Amma sadəcə kimsənin diqqətini çəkmir. Bu barədə az sonra. Bəli, hadisədən 18 gün sonra 6 iyul 2015-ci il axşam saatlarında Ramizin oğlu anasına zəng edərək evi səliqəyə sal, adamlar gələcək deyir. Həmin gün hava qaranana yaxın mərhumun oğlu ağlaya-ağlaya evə gəlir, anasına atamın meyidi tapılıb, onu öldürüblər, kisəyə qoyub çaya atıblar deyir. Beləliklə, təxminən 3 həftə sonra iyulun 6-sında 1956-cı il təvəllüdlü Ağsu rayonunun Kəndoba kənd sakini Ramiz Qarayev salafana bükülmüş şəkildə təbii ki meyidi Ağsu çayının kənarından tapılır. Meyit və əynində olan paltarlar həm keçən müddət, həm də istilər səbəbindən kəskin, çürüməyə məruz qalmışdı. Elə həmin tarixdə tapılmış meyitlə bağlı polisin verdiyi məlumata əsasən Ağsu prokuroru tərəfindən faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsinə cinayət işi başlanır. Cinayət işinin 2015-ci ildə başlanmasına baxmayaraq, qətlin kim tərəfindən törədildiyini müəyyənləşdirmək uzun zaman çəkir. Cinayət işinin 2015-ci ildə başlamasına baxmayaraq, qətlin kim tərəfindən törədildiyini müəyyənləşdirmək uzun müddət mümkün olmur. Bu dövrdə istintaq bir neçə dəfə uzadılır, istintaq qrupunun tərkibi dəyişdirilir, ancaq qatil yaxud qatillər tapılmır ki, tapılmır. Bu hadisənin üstündən nə az, nə çox, düz 6 il keçir və Ramizin meyidi tapılır, amma qatil tapılmır. 2020-ci ilin iyun ayında təsdiqlənmiş yeni struktur əsasında Baş Prokurorluğun İstintaq İdarəsi uzun illər bağlı qalmış işlərə yenidən icraatını davam etdirir. 2022-ci ildə söz açdığımız işə də növbə çatır və bu işin üzərində də yenidən işıq salınır, tozlu qovluqlar açılır və 18 gün meyidi kəndə sürüdülən Ramiz Qarayevin narahat sümüklərdə öz qatilinin tapılacağına yenidən ümidlənir. İşə yenidən baxılır, meyidin salındığı salafan torba, həmin torbadakı boya ləkəsi və meyidin boğazına bağlanmış sintetik ip ekspertizaya təqdim olunur. İstintaq həmçinin Ramiz Qarayevin həmin dövrdə kimlərlə telefon danışığı apardığını, kimlərə mesaj yazdığını da araşdırmağa başlayır. İstintaqçıların diqqətini həmin ərəfələrdə mərhumun tez-tez danışdığı bir nömrə də çəkir. Tibb bacısı Nazənin. Tibb bacısının Ramizlə mütəmadi danışması istintaqçıların fikrində bir neçə şübhə yaradır. Bəli, bu qısqanclıq zəminində də ola bilərdi. Eyni zamanda qısqanclıq Ramizin arvadı tərəfindən də ola bilərdi. Çünki tibb bacısı ilə danışırdısa, demək tibb bacısının arasında sevgi münasibəti də ola bilər. Və istintaqçılar bu və ya digər məqamları dəfələrlə araşdırır, insanları dindirir və fərziyyələrdən ən dəqiqlərinin üzərinə getməyə çalışırlar. Təbii ki, ilkin ifadələrdə Nazənin istintaqa lazımı nəsə demir. Çünki hadisənin üzərindən illər ötmüşdü və belə olanda hər kəsin əlində
kəskin bir silah yaranır. Silahın adı da xatırlamıram sözüdür. Bunun üçün də gərək ki, istintaqçılar təqzib olunmaz sübutlar tapalar. Hadisə isə dediyimiz kimi 6 il əvvəl baş vermişdi. Bu arada ekspertiza işini bitirir və illər əvvəl meyidin salındığı salafanın üzərindəki boya ilə bir maraqlı məqam ipucu üzə çıxır. Salafanın üzərindəki boya nəqliyyat vasitələrinin boyanmasında istifadə olunan lakdır. Yəni spesifik bir lakdır və bu yalnız nəqliyyat vasitələrinin boyanmasında istifadə olunur. Tibb bacısı Nazənin və avtomobil lakı arasında əlaqə axtaran, paralellər quran istintaqçılar maraqlı fərziyyələr irəli sürərək istintaqın ən maraqlı nöqtəsinə gəlib çatırlar. Bəlkə meyidin tapıldığı zaman çoxunun diqqət yetirmədiyi maşın boyası məhz bu yerdə işə yaramağa başlayır. 6 il sonra işin icraatını aparan kiçik ədliyyə müşaviri Zöhrab Səməndov bir neçə fərziyyə üzərində işə başlayır. Həm yaxınlıqdakı maşın rəngləmə sexləri gözdən keçirilir, həm də tibb bacısı olan Nazənin və əzizləri. Məhz bu zaman müstəntiq kəsişmə nöqtəsi tapır. Nazənin qardaşı və qardaşı oğlu Ağsuda maşın boyama sexində işləyirlər. Bu da azmış kimi Nazəninin qardaşı illər əvvəl bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Təbii ki, belə zamanlarda ilk şübhəli elə əvvəllər məhkumluq həyatı yaşayan şəxslər olur. Yəni, bir dəfə məhkumluq görmüş insan adətən bundan qurtulmaqda çətinlik çəkir. Bu və digər şəkildə o yenidən buna bulaşır. Uyğunluqlardan sonra tibb bacısı Nazəninin qardaşı Vaqif Vəliyevdən ifadələr alınır. Onun oğlunun da ifadəsi alındıqdan sonra hər iki ifadə analiz olunur. Avtoservizdə istifadə olunan salafan məsələsi ilə bir neçə uyğunluqdan sonra tibb bacısı Nazəninin qardaşı Vaqif Vəliyevdən ifadələr alınır. Onun oğlunun da ifadəsi alındıqdan sonra hər iki ifadə analiz edildikdə avtoservizdə istifadə olunan salafan məsələsi ilə bağlı nüanslar üzə çıxır. Yəni müəmmalar üzə çıxır. Eyni zamanda Vaqifin həyat yoldaşı bildirir ki, 18 iyun 2015-ci ildə Vaqif səhər tezdən saat 5-6 radələrində evdən işim var deyərək çıxıb, ancaq hara getdiyini deməyib. Vaqif şübhəli duruma düşür və onun barəsində təqsirləndirilən şəxs qismində qanunvericiliyə uyğun olaraq həbs qəti imkan tədbiri seçilir. Vaqifin bütün arqumentləri və alibiləri bitdikdən sonra o hadisəni etiraf etməyə məcbur qalır. Etiraf isə çox maraqlıdır. İstintaq zamanı onun istifadəsində olan mobil nömrənin danışıq və hərəkət trayektoriyası araşdırıldıqda hadisə günü axşam saatlarında bacısı gilə getdiyi müəyyən olunur. Hərçənd Vaqif deyirdi ki, həmin gün, yəni 18 iyun 2015-ci ildə o evdən çıxmayıb. Telefon anteni isə başqa hadisələrdən xəbər verirdi. Bəs hadisə niyə və necə baş verib? Vaqif əgər Ramizi öldürübsə, bunu niyə və harda necə edib? Mərhum Ramiz Qarayevin həyat yoldaşı, oğlu və digərləri onun Nazəninlə münasibətlərindən şübhələnməyib. Və bunlar şübhələnməsə də Nazəninin qardaşı Vaqif bir neçə il əvvəl həyat yoldaşını itirmiş bacısının Ramizlə yaxın münasibətlərindən şübhələnməyə başlayır və onları izləyir. Həmin gün Vaqif Vəliyev Nazəninin evinin qarşısına gəlir, hasarın açıq yerindən keçərək köhnə dəyirmanın ərazisinə daxil olur və hamamın arxa divarının yanındakı əncir ağacının altında daşın üzərində oturmuş Ramizi görür. Öz sözlərinə görə ondan burada nə etdiyini soruşur və elə bu zaman Ramizə bir şillə vurur. Bir qədər söhbət etdikdən sonra onu daha bir dəfə vurur və bu dəfə Ramizin başı hasara dəyir. Daha sonra hasarın yaxınlığından tapdığı sintetik ipi arxadan Ramizin boğazına salaraq bir neçə dəqiqə sıxılmış vəziyyətdə saxlayır. Vaqif öldüyünü əmin olduqdan sonra maraqlıdır ki, meyidi insanların çox hərəkət etmədiyi köhnə dəyirman adlanan ərazidəcə qoyub gedir. Meyit elə ordaca düz 10 gün açıqlıqda qalır. İyun ayının sonlarında həmin ərazidə yaşayan bacısı və digər qonşular köhnə dəyirmanın ətrafından kəskin qoxu gəldiyini bildirirlər. Hamıdan fərqli olaraq Vaqif bilirdi ki, bu qoxu
hardan və niyə gəlirdi? Həmin gecə Vaqif Ramizin meydini sexdən götürdüyü salafana bükərək ərazidən tapdığı zibil daşımaq üçün istifadə olunan torbaya salır və oğlunun sürdüyü Jiguli maşını ilə işlədiyi avtomobil təmir sexinə gətirir. Bundan sonra Vaqif torbanı yük yerindən çıxarır, sürüyərək sexdən təxminən 150 metr aralıda Ağsu çayının kənarına atır. Davamını isə artıq bilirsiniz. Nazənin əvvəlcə mərhum Vaqif Qarayevlə aralarındakı intim münasibəti inkar etsə də, mobil operatorlardan götürülən mesaj mətnləri və danışıqlar fakt kimi ortaya qoyulur və bu mətnlərdə, bu danışıqlarda yetərincə intim məsələlər vardı və bəlli olurdu ki, Ramizlə Nazənin arasında sevgi münasibəti olub. Nazənin də Qarayevlə aralarındakı sevgi münasibətini məhz bu faktlardan sonra etiraf etmək məcburiyyətində qalır. Bu işə 2021-ci ilin sentyabrın 9-da Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır. Əziz tamaşaçılar, Azərbaycan tarixində atılmış 5 ən yanlış addım kitabı artıq yenidən nəşr olunub və bizdən bu kitabı soruşan şəxslərə, tamaşaçılara özümüzü tutaraq kitabı yenidən təqdim edirik. Qeyd edək ki, kitabda Azərbaycanı rəhbərlik etmiş şəxslərin, hökmdarların buraxdığı səhvlərdən danışılır. Bu səhvlər olmasaydı, yəqin ki, bizim bugünkü həyatımız tamam başqa olacaqdı. Kitabı almaq istəyən şəxslər aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər. Məhkəmənin hökmü ilə Vaqif Vəliyev 10 il 9 ay müddətinə azadlıqdan məhrum edilir. Salamat qalın.